Qeyri-adi keks yemək istəyənlər məhz bu köklü keksi sınaya bilərlər. Bunun üçün bizə lazımdır 2-3 ədəd orta ölçülü yer kökü təmizləyirik, doğrayırıq. Üzərinə əgər kiçikdirsə 4 ədəd, orta irilikdədirsə 3 ədəd yumurta sındırırıq, əlavə edirik. 200 ml stəkan ölçüsü ilə 1 stəkan süd, 100 ml stəkan ölçüsü ilə bitki yağı və 300 ml stəkan ölçüsü ilə şəkər tozu əlavə edib blenderla yaxşıca qarışdırırıq. Çünki yer köklər tamamilə bu qarışıqda həll olmalıdır. Qarışığımız homogen vəziyyətə düşdükdən sonra üzərinə 1 paket qabartma tozu, 1 paket vanilin əlavə edirik və 200 ml stəkan ölçüsü ilə 2 stəkan un əlavə edib yenidən blender vasitəsilə hazırlayırıq. Siz bunu mikserlə də davam edə bilərsiniz, amma mənim üçün blender rahat idi. Soba listimizi kərə yağı ilə yağlayırıq və hazırladığımız xəmiri soba listinə əlavə edirik. Üzərinə çöp vasitəsilə və ya bıçağın ucu ilə izlər sala bilərsiniz. Biz ilk öncə iz salacağımız hissələrə bitki yağı əlavə edib daha sonra izlər saldıq və əvvəlcədən 180 dərəcə qızmış sobamıza yerləşdirdik. 35-40 dəqiqə ərzində bişir. Nəticədə çox yumuşaq və çox ləzzətli bir keks alınır. Düşünürəm ki, bu keks hər kəsin damaq zövqünə uyğun olacaq. Edib, bişirib fikirlərinizi bizimlə bölüşməyinizi gözləyirik. Diqqətiniz üçün təşəkkür edirik. Nuş olsun.